İxtiyar onun əlindədir. Məndən ibadət eləməkdir. Hara istəyər yazar. Mənim əlimdə nə ixtiyar var? Mənim işim ona bəndəlik eləməkdir. Mən onun nazını çəkəcəm. Nə edir eləsin? Qələm onun əlindədir. İxtiyar onun əlindədir. Deyir, mələklər qayıdır onun cavabını Allaha çatdırır. Allah deyir, baxın görün adı hardadır. Deyir, görürlər bədbəxtlərin siyahısından çıxardıb salıblar nicat tapanların siyahısına. Nəyin nəticəsində o qədər əriyəsən qabağında ki, gələn kim üstünə buyur yuxarı başa belə şey olmur. Gərək qapıda diyanasan, əriyəsən. Ona görə yox ki, Allahın xoşu gəlir ki, mən sındırmasam qəbul eləmirəm. Yox, sən sınmasan yol bağlıdır. Yolun xüsusiyyəti budur. Səni qapıda məəttəl saxlayır ki, deyir ki, yox, buraxmıram səni. Oradan gəlirsən, buradan. Bu proses var, get, gəl. Burada sən düzəlirsən, islah olursan, sən təmizlənirsən.